Son zamanlar uşaq pulunun bərpası ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevə çoxsaylı müraciətlər olur. Nazirin qeydinə görə, Azərbaycanda yetkinlik yaşına çatmayan 2 milyon 700 min vətəndaş var. Bunların hamısını uşaq pulu ilə təmin etmək mümkün deyil. Səbəb odur ki, əhali 80-100 manat uşaq pulu istəyəcək. Üstəlik, uşaq pulu o yerlərdə verilir ki, əhalinin sayı durmadan azalır. Yəni, artım səviyyəsi çox aşağıdır. Amma nazirin çox istəməsi fikrinə təklifim var. Təklifim ondan ibarətdir ki, uşaq pulunun bərpası üçün ən optimal variantı kommunal xidmətlərdə güzəştdə görürəm. Hər bir uşaq üçün kommunal xidmətdə güzəşt olunsun. Misal üçün, bir uşağa ən azı 50 manat və bu kimi səciyyələndirmək olar. Noyabr-mart ayı aralığında bir uşağa görə 25 manat qaz ödənişində güzəşt, 15 manat işıq ödənişində, 10 manat su ödənişində güzəşt etmək olar. Aprel-oktyabr ayı aralığında bir uşağa görə 25 manat işıq ödənişində güzəşt, 15 manat su ödənişində, 10 manat qaz ödənişində güzəşt etmək olar. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi gələn aydan ailələrə uşaq pulu veriləcəyi ilə bağlı məlumatlara cavab verib. Məlumatda bildirilir ki, 3 yaşa kimi uşaqlara 80 manat, 3-7 yaş arası uşaqlara 50 manat, 7-17 yaş arası olanlara 40 manat uşaq pulu veriləcək. Uşaq pulunun verilməsinə aprelin 1-dən etibarən start veriləcək. Bunun üçün ailələrə asan xidmətə yaxınlaşıb övladlarının doğum haqqında şəhadətnaməsini təqdim etməlidirlər. Nazirliyin mətbuat katibi Fazil Talıbov sosial şəbəkələrdə heç bir rəsmi mənbəyə istinad olunmadan yayılan belə məlumatları əsassız adlandırıb. Güya gələn aydan ailələrə uşaq pulu veriləcəyi barədə yalan məlumat yayımlanıb. Bu məlumata heç bir halda inanmayın. İş adamı Şərurlu İsfəndiyar kimi tanınan İsfəndiyar Axundovun iddiası əsasında şəhid Zabit Sənan Axundovun ailəsinin əlindən 50 kvadrat metrlik mənzilin alınması haqqında qərar çıxarması ictimai rəydə birmənalı qarşılanmayıb. İctimai nümayəndələri məhkəmənin qərarını və iş adamını qınayıblar. Millət vəkili Adil Əliyev açıqlamasında məsələnin mahiyyətindən təfərrüatlı xəbərdar olmadığını bildirsə də, İsfəndiyar Axundovun şəhid ailəsinə qarşı iddia qaldırmasını doğru saymayıb. İstənilən halda şəhid ailələri bizlər üçün bir əmanətdir və bir Azərbaycan vətəndaşı şəhid ailəsinə hörmətlə yanaşmağa borcludur və şəhid ailəsinin problemini öz problemi bilib həllinə çalışmalıdır. Ona görə də üzülərək söyləyirəm ki, bu bizə yanaşmayan haldır. Heç bir Azərbaycan vətəndaşı şəhid ailəsinin əlindən nəyisə ala bilməz. Əksinə, şəhid ailəsinə kömək etməlidir. Adil Əliyev şəhid ailəsinin mənzil probleminin ən üst səviyyədə həll olunmasının sevindirici və nümunəvi addım olduğunu qeyd edib. ATƏT-in Minsk qrupunun Fransalı həmsədri Stefan Viskonti, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Viyanada keçirilən görüşün məzmunlu və səmərəli olduğunu bildirib. Bu barədə Reporta istinadla məlumat verilir. Görüş uzun, məzmunlu və səmərəli keçib. Ümidvarıq ki, bu belə davam edəcək deyə Fransalı diplomat bildirib. Rusiyada yaşayan Azərbaycanlı milyarder Fərhad Əhmədov İngiltərə məhkəməsi tərəfindən keçmiş həyat yoldaşına verilməsi qərarı alınan 436 milyon dollarlıq lüks yaxtasını geri alıb. Dubayın Apellyasiya Məhkəməsi İngiltərə məhkəməsinin yaxtanın müsadirə edilməsi qərarını ləğv edib. Vəkili Əhmədovun qərara sevindiyini, ancaq təəccüblənmədiyini qeyd edib. Tatyana Əhmədovanın vəkilləri isə Dubaydakı məhkəmələrdə təşəbbüslərini davam etdirəcəklərini açıqlayıb. Qeyd edək ki, Əhmədov İngiltərədə keçirilən məhkəmədə həyat yoldaşı ilə 2000-ci ildə boşandığını açıqlayıb. Məhkəmə isə boşanma sənədlərinin saxta olduğu qənaətinə gələrək Fərhad Əhmədovun 1,4 milyard dollarlıq sərvətinin 600 milyon dollarına Tatyana Əhmədovaya ödənməsinə qərar verib. Azərbaycan prezidenti İlham Əliyevin 25 fevral 2019-cu il tarixli sərəncamına uyğun olaraq 14 kateqoriya üzrə sosial müavinətlərin və 7 kateqoriya üzrə prezident təqaüdlərinin orta hesabla 100% artırılması, həmçinin 2 kateqoriya üzrə yeni prezident təqaüdlərinin təsis edilməsi üçün müvafiq normativ aktlar hazırlanaraq adiyyatı üzrə təqdim edilib. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev Qafqaz İnfoya açıqlamasında bildirib. Nazir qeyd edib ki, yaxın günlərdə müvafiq sənədlər imzalanacaq. Aprelin 1-dən artımlar tətbiq olunmaqla yeni
təqaüd növləri də təsis olunacaq. Eyni zamanda artırılmış sosial müavinət və təqaüdlər elə aprel ayında yeni artımla birgə veriləcək. Yəni, təqaüd növlərinin də ödənişi gələn aydan təmin ediləcək. Sahil Babayev sərəncamın ən əsas kateqoriyalardan olan 600 minədək vətəndaşı, o cümlədən əlilliyi olan 300 min şəxsi əhatə etdiyini deyib. Bu sosial müavinətlərin və təqaüdlərin artırılması, həmçinin yeni təqaüdlərin təsis olunması üçün illik əlavə 400 milyon manat vəsait ayrılacağını bildirib.